Salam, mən Marsol qrupunun direktoru Bilal Qasımlı. Dolu keçən bir ilin sonuna gəldik. 2025-ci il Marsol qrup üçün əməkdaşlığın, inkişafın və real nəticələrin ili oldu. İl ərzində 500-dən çox partnyorun iştirakı ilə 112 işgüzar səhər yeməyi və axşam ziyafəti təşkil etdik. Bu görüşlər yeni tanışlıqlar, güclü əlaqələr və real əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı. Ofis və istehsalat ziyarətləri çərçivəsində 185 müəssisəni yerində ziyarət etdik. Biz sahibkarları dinlədik, prosesləri gördük və biznesin real ehtiyaclarını daha yaxından anladıq. 2025-ci ildə işgüzar əlaqələrimizi həm ölkə daxilində, həm də beynəlxalq arenada genişləndirdik. Avropa, Özbəkistan və Doha səfərləri, eləcə də Şəki, Lənkəran və Naxçıvan istiqamətində təşkil olunan səfərlərdə 100-dən çox sahibkar iştirak etdi. Yeni əlaqələr quruldu, mövcud əməkdaşlıqlar daha da gücləndi. Eyni zamanda bu il həyata keçirilən xarici və daxili səfərlər çərçivəsində rəsmi konferans və tədbirlərdə iştirak etdik, həmçinin dövlət qurumları ilə görüşlərimiz baş tutdu. Partnyorumuzun yeni müəssisəsinin açılışında iştirak etdik, onların inkişaf yoluna dəstək olduq və işgüzar əlaqələrimizi daha da möhkəmləndirdik. Bu il həyata keçirdiyimiz layihələr Marsol qrupun vizyonunu bir daha təsdiqlədi. Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar layihəsində 70-dən çox xanım sahibkar aktiv iştirak etdi. Sahibkarlarla iftar süfrəsi layihəsində 600-dən çox şirkət rəhbəri və dövlət qurumunun nümayəndələri bir araya gəldi. Bu il Bakı Expo mərkəzində təşkil etdiyimiz 6-cı yerli şirkətlərin tanıtım sərgisində 300-ə yaxın şirkət və 30 mindən çox ziyarətçi iştirak etdi. Bir damla qan, 1000 ümidə can devizi ilə təşkil olunan qanvermə aksiyası bu il daha geniş miqyas aldı. Bakı, Şəki, Lənkəran və Xaçmazda həyata keçirilən aksiyada 800-ə yaxın şəxs könüllü iştirak etdi. Nə, harada, nə zaman intellektual yarışında 27 komanda 200-ə yaxın iştirakçı biliklərini sınadı. Marsol mini futbol turniri 2025 isə 32 komandanın iştirakı ilə böyük maraqla start götürdü. İl ərzində 15 dövlət qurumu ilə görüşlər təşkil etdik. Bu görüşlərdə 200-dən çox partnyorumuz iştirak etdi və dövlət-özəl sektor dialoqunu daha da gücləndirdik. Həmçinin son bir ildə Marsol Akademi təhsildən biznesə uzanan inkişaf modeli ilə gənclər və sahibkarlar üçün sistemli fəaliyyətlər həyata keçirdi. Gələcəyin sahibkarlar layihəsi çərçivəsində 8 yerli və beynəlxalq layihə reallaşdırıldı. Dünya birinciliyi də daxil olmaqla beynəlxalq uğurlar əldə olundu. 16 partnyor müəssisə ziyarəti, 8 universitet görüşü, ümumilikdə 530 təlim və 140-dan çox sosial inkişaf yönümlü fəaliyyət icra edildi. 2025-ci il sübut etdi ki, güclü tərəfdaşlıq, davamlı dialoq və birgə fəaliyyət uğurun açarıdır. Marsol qrup olaraq biz bu yolda davam edirik. Daha böyük hədəflərə, daha faydalı biznes mühitinə doğru. Ən sonda Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə hər birinizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.